Salam, hörmətli kanal izləyiciləri, hər birinizi xoş gördük. Sizinlə Könül müəllimə yeni topludan atomun nüvəsini və qüvvələrin nüvəni rabitə enerjinin testlərinin həll yollarını izah edəcəm. Bu kimi videoların davamlı olmağını istərsinizsə kanala abunə olub videoları bəyənin və həmçinin paylaşmağınız kifayət edər. İndi isə ilk sualımıza baxaq. Birinci sualımıza deyir ki, bu hansı fiziki əməliyyatın vahidinə uyğun olmuş olacaqdır? Gəlin uşaqlar belə eləyək. Bax, biz bilirik ki, buradakı delta M'in açılışı nədən ibarətdir? Gəlin onu yazaq delta M'in yerinə. Demək bilirik ki, protonların sayı vurulsun protonun kütləsinə, üzərinə gəlinsin neytronların sayı vurulsun neytronun kütləsinə və çıxılsın Mn. Mn isə burada nüvənin kütləsidir. Aha. Bax, indi bu ifadəmiz bizim nədir? Delta M-ə bərabərdir. Yəni, bu delta M-ə bərabərdir. Bu isə fikir verir. Burada isə üzərinə gəlinsin, bunda gedir. Üzərinə gəlinsin Mn, yəni nüvənin kütləsi. O zaman bu hissələri mən silim, çox qarışıqlıq olmasın. Demək, uşaqlar, gördüyünüz kimi bu minus M nüvədən çıxacaq, üzərinə gələcək M nüvəni və o zaman bunlar aradan çıxacaqdır. Yəni, son vəziyyətimiz bizim bu ifadədən ibarət olmuş olacaqdır. Bu da bizə nəyə verir? Buradakı M protonlar və bu M-in isə neytronların kütlələri cəmi olmuş olacaqdır. Bax, protonla neytronların kütlələri cəmi olacaq. Ona görə birinci sualımızın cavabı A variantı olacaqdır. Növbəti sualımıza baxırıq. İkinci sualımızda da yenə deyir ki, bu hansı fiziki əməliyyatın vahidinə uyğun olmuş olacaqdır. Gəlin yenə bunda yazaq. Bax, gəlin biz bu hissəmizi saxlayaq yerində. Delta M-in açılışını yazaq. Ona görə delta M-in açılışına da gətirəm, bax, bu hissəmizi yazacağım. Delta M-imiz bizə nəyə bərabərdir? Zn proton, üzərinə gəlinsin neytron vurulsun neytronun kütləsi və çıxılsın nüvənin kütləsi. O zaman gəlin, görək yenilir. Hə, bu hissəmizdə bizə minus deyə və bu ifadəni belə mən mötərizə alıram. İndi bu mənfini bu tərəfə müsbətə vuranda bu işarə olacaq nə? Minus. Amma buradakı minus olduğu üçün bu minus bu mötərizə vuranda o zaman üstə gəl olmuş olacaqdır. İndi görək nə əmələ gələcək burada. Bax, Zn protonla Zn proton aradan çıxacaq. N-minlə də N-min aradan çıxacaq. Nə qaldı? Sadəcə N qaldı. Yəni, bu da nə deməkdir? Nüvənin kütləsi deməkdir. Ona görə nüvənin kütləsi 2-də C variantı olacaqdır. Növbəti sualımız isə yenə deyir, bu hansı fiziki əməliyyatın vahidinə uyğundur? Demək, uşaqlar, öncə biz nə görürük? Gəlin, həmin bax, bu delta M-in yerinə yazaq, görək nə əmələ gələcək. Bu tərəfimizdə olduğu kimi biz saxlayırıq və bunu burada köçürtməyə çalışaq. Zn proton, üzərinə gəlsin neytronların sayı vurulsun neytronun kütləsi və çıxılsın. İndi kütləmizin biz delta M-ni yazacaq. Delta M-də dedik, açılışı necə olacaqdır? Gəl, bu hissələrimizi biraz silək. Demək, bunun da açılışı Z, buradan minus var deyə bunu mütərizə alacağım. Zn proton, üzərinə gəlsə neytron vurulsun neytronların kütləsi və çıxılsın nüvənin kütləsi. Bu belə və vurulsun Z qazı. Bu mötərizənin içindəki bizə delta M-in açılışını verəcək. İndi fikir ver, bura mənfi, bura müsbətdir. Biz bunu mötərizəni açanda o zaman bunu gəl buradakı şu artıq mötərizəni silirik. Bu işarəmiz artıq bizim olacaq nə? Minus olacaqdır. Sonra bu mənfini isə biz bu hissəmizi mənfisinə vuranda burası artıq müsbət olmuş olacaqdır və bizim son ifadəmiz bundan ibarət olacaqdır. İndi gəl biz burada sadələşdirək. Zn protonla Zn proton biri müsbət digəri mənfisi, o zaman bunlar çıxılacaq, heç nə qalmayacaq. Bununla da bu çıxılacaq, heç nə qalmayacaq. Sadəcə nə qaldı? Bu və S kvadrat qaldı. Bu da nə deməkdir? Mn nüvənin kütləsidir və vurulsun S kvadratı. Bu da enerjini verir. Amma hansı enerjini verir? Nüvənin enerjisini vermiş olacaqdır. Görək ki, bu da hansı olacaqdır? Bu variant, bax, nüvənin sükunət enerjisi, yəni 2-də 3-cü sualımıza cavab olur D variantı. Digər sualımızda isə yenə deyir, bu hansı fiziki əməliyyatın vahidinə uyğundur? Yenə gəlin, bunu da köçürdək bura. Mn, yəni nüvənin kütləsini saxlayıram olduğu kimi. Ancaq delta M-in sən açılışını yenə bayaqki kimi yazacağım. Z, yəni protonların sayı vurulsun protonun kütləsinə, üzərinə gəlinsin neytronların sayı vurulsun neytronun kütləsinə və çıxılsın nüvənin kütləsi. Və bütün ifadə hamısı nə olacaq? Mötərizənin içində olacaq və bu da vurulsun S kvadratına. Bunu da buradan yazaq. S kvadrat. İndi görək nə əmələ gələcək buradan. Demək, buradakı Mn ilə buradakı Mn çıxacaq. Biri müsbət digəri mənfi üçün burada çıxacaq. Yəni, bu hissələr bundan ibarət olacaqdır. Bu belə, nə qaldı burada? Bu hissəmiz, bax belə, bu əmələ gəldi burada. Bərabərdir. Bu ifadə, biraz bu hissələrimizi sərgəli yazaq. Demək, bunu biraz yaxından yazaq. S kvadrat oldu. Bu da nə deməkdir uşaqlar? Bax, bu bir enerjidir. Düzdür mü? Enerjidir. Amma hansı enerjidir? Protonla neytronların cəmi vurulsun S kvadrat. Yəni ki, protonla, demək, protonla
Neytronların sükunet enerjisi cəmi. Gördüyün kimi bu M protondur, bu isə neytrondur. Protonla neytronların cəmlərinin enerjisi olacaqdır. Yəni 4A variantı olacaqdır. 5-ci sualımızda nüvənin kütlə ədədi hansı ifadə ilə təyin olunacaqdır? Bax uşaqlar, nüvənin kütlə ədədi dedikdə bu A-dır. A nəyə bərabərdir? Z üzərinə gəlsin N. Bu kütlə ədədidir. Misal şəkli yazıram. Sonra Z yük ədədidir. Bu isə neytrondur. Neytronların sayıdır. Və salam. Yəni ki, 5 olacaq B variantı. İndi isə 6-dır. Nüvədəki protonların sayı hansı ifadə təyin olunacaqdır? Protonların sayı bax uşaqlar, bu Z-dir. Mən əgər buradan Z-i, yəni protonların sayını tapanda A-dan çıxacam N-i. Yəni A nədir burada? A kütlə ədədidir. N isə neytronların sayıdır. O zaman 6 olacaqdır. E variantı. 7-ci sualda nüvənin rabitə enerjisinin vahidi hansıdır? Demək uşaqlar, rabitə enerji nədir? Enerji dilimizdə deyirsə joule deyilmi? Buna görə 7 olacaq D variantı. 8-ci sualımızda deyir ki, bu elektronların sayı nə qədərdir? Bax uşaqlar, elektronların sayı aşağıda olandır. Bax bunu bildirir. 92-ni bildirir. Yuxarı bizdə olacaq yük kütləsi. A-sı, yəni kütlə ədədi. Bunun digər adı nuklondur. Amma bu isə həm bu Z protonların sayıdır, həm yük ədədidir, həm də elektronların sayını burada bildirir. Yəni bir sözlə 8 olacaq A variantı. 9-cu sualda deyir, neytronların sayı hansı ifadə təyin olunacaqdır? Bax uşaqlar. Demək ki, öncə yazaq biz bu sayımızın. Bizdən bax bu 92 olan Z, yəni protonların sayıdır, eynən həmçinin elektronların sayıdır. Buradakı A isə bizim kütlə ədədimizdir. Yəni 235-dir. Mənə də deyir ki, neytronların sayını tap. Neytrondur, N-dur sualdır. Buna uyğun hansı düsturuydu? A bərabər idi, Z üzərinə gəlsin N idi. Z üzərinə gəlsin N. Buradan da N-i, yəni neytronların sayını tapadan A-dan çıxacam Z-i. Demək, buradakı A-mız bizim 235-dir. Z-imiz isə 92-dir. Bunlardan da bir-birini çıxanda, demək, bu da bizə verəcəkdir 143-ü. Yəni 9A variantı olacaqdır. Bu sualımıza deyilir ki, neytronların sayı, gəl buralara belə yuxarı çəkək. Neytronların sayı, demək, protonların sayından nə qədər çoxdur? Görsən, fərqi soruşur məndən. Yəni, nə qədər çoxdur? Əgər dəfə desə bölərdim, amma nə qədər deyil. İndi baxıram. Bax, uşaqlar, bu hissəmizə baxanda biz öncə neytronlarımızı tapaq. Neytron nə idi? Dedi ki, A-dan çıxacam Z-ə. A, bunun bu yuxarıdakı olan 128-idir. Yəni, kütlədədir. 128-dir. Z isə bunun protonların sayıdır. Yəni, 52-dir. 128-dən 52-ni çıxanda bu da mənə verəcəkdir 76. Bu məlum. İndi isə protonların sayı nədir? Z-dir. Yəni ki, Z-imiz də bizim burada 52-dir. İndi gəl bu hissələrimizi çıxaq. Verilən sualımızı tapma, cavabını tapmağa çalışaq. Demək, neytronu mən 76 tapdım. Çıxılsın. Z-imiz və varidi 52. 76-ın da 52 çıxanda burada mənə verəcək 24. Yəni ki, 10-cu sualımızın cavabı D variantı olacaqdır. 11-ci sualımız isə bu deyir, neytronların sayı protonların sayının neçə dəfə çoxdur? Bax, dəfə sözü var. Deməli, deyir ki, neytronları böl, protonların sayını tap gör neçədir? Yaxşı. Yenə həll edək uşaqlar. Demək, biz dedik ki, neytronların sayını tapanda kütlə ədədindən, yəni A-dan çıxacam Z-i, yəni protonların sayını. A bizim burada bu 200-ü bildirir. 200. Z-imiz isə bizim 80-dir. Protonların sayıdır. 200-dən 80 çıxanda belə də 120. Demək, mən neytronların sayını tapdım 120. Buna bura yazıram. 120. Sonra Z-ə baxıram. Z-də gördüyümüz bax budur. Yəni Z protonun sayıdır ki, 80-dir. Demək belə. 12 ilə 8-ə böləndə 12 4-ə 3, 8 4-ə 2 və bu da mənə verəcək 1 10-da 5-i. Demək 11 A variantı olacaqdır. 12-ci sualımızda isə deyir ki, bu izotopun nüvəsində neçə neytron var? Bu çox çətin sual oldu. Neytron da tapanda A-dan çıxacam Z-i. A-mız nə qədərdir? 17-dir. Z-imiz nədir? 8-dir. 17-dən də 8-ə çıxanda bu da olacaq 9, yəni 12 E variantı olacaqdır. 13-cü sualımızdan deyir ki, bu bir tərəfi araşdırmışsınız belə, demək, bu sualımızda isə bizə deyir ki, bu hansı nuklonların sayı nə qədərdir? Bax, uşaqlar, nuklon, yadınıza saxlayın, nuklon həm A-nı bildirir, yəni 42-dir. Nuklonun sinonimləri, yəni digər adları, nuklondur, kütlə ədədidir, yəni bu burada 42-ni bildirmiş olacaqdır. Ona görə nuklon deyəndə birinci A-nı soruşur, yəni kütlə ədədini soruşur, demək, 13 olacaq B variantı. 14-cü sualımızda isə deyir ki, ayrı-ayrı neytronlardan nüvə əmələ gələn zaman ayrılan enerjimiz necə adlanmış olacaqdır? Uşaqlar, bu nüvənin rabitə enerjisidir, yəni 14 C variantıdır. Digər sualımıza baxaq.
Demek belə, bu tərəfimizi düzəldək. Burada isə bizə deyir ki, nüvənin kütlə defektini tapın. Aha. Demək uşaqlar, biz bilirik ki, rabitə enerjisi nəyə bərabərdir? Kütlə defektimiz, yəni delta M vurulsun C kvadratdır. Bu belə. Mənə deyir ki, buradan delta M-i tap. Yaxşı, gəl delta M-imizi tapaq. Delta M-i tapanda delta M-in yanındakı olan keskin əməmətlər varsa, hamısı məxrəcə düşəcək həmişə və Y isə yuxarıda qalmış olacaq. Deməli, bu 4.5 vursa 10 üstü mənfi 12 rabitə enerjisi. Bu da bildiyimiz işığın vakuumda sürət edir. İndi yazaq. Demək, belə yazaq da 4.5-i mən 45 yazaram. Bunu mənfi ataram bunun üzərinə. Bunu bu ağırlıqdan qurtararam. Yəni tamdan çıxıb gedir. O zaman olacaq buna 45 vurulsun 10 üstü mənfi 13. Bu belə. Sonra gördüyümüz kimi bu nədir? 3 vurulsun 10 üstü 8-dir və bu da kvadrat olduğu üçün 3-ün kvadratı 9-dur. 10 üstü 8-in də kvadratı 10 üstü müsbət 16 eləcəkdir. Demək ki, x sayılarımıza aparaq. 45 ilə 9 x sayı gedəndən bura 5 düşəcəkdir. 10 üstü müsbət 16. Yuxarı qalxanda eləcək 10 üstü mənfi 16 və bu hissəmiz artıq silək. Görüntü kimi bu düzgün deyil. Demək, indir sonra. 10 üstü mənfi 13-dən də çıxanda 10 üstü mənfi 16 bu siləcək 10 üstü mənfi 29. Görək belə bir cavabımız haradadır? 5 vurulsun 10 üstü mənfi 29. Aha, 15 olacaq B variantı. 16-cı sualda isə nüvənin rabitə enerjisini hesablan. Bax, kütlə defektimiz delta M-dir. Bunu mənə verir 10 üstü mənfi 28 kiloqram və C işığın vakuumda sürəti var. Bilirik ki, uşaqlar, nüvənin rabitə enerjisi bayaq yazdığımız sürür delta M vurulsun C-nin kvadratıdır. Delta M-imiz bizim 10 üstü mənfi 28-dir. Sonra bizim sürətimiz, yəni vakuumda olan sürət bunun kvadratı olduğu üçün kvadrata yüksələcəm. 3-ün kvadratı 9-dur. 10 üstü 8-in də kvadratı 10 üstü müsbət 16 olacaqdır. Demək belə. Biz üstləri hesablayaq. Burada 9 durur yerində. 10 üstü mənfi 28 və 10 üstü müsbət 16 üzərinə gələndə bu mənfi üçün sanki biz bunu çıxmış olacaq. 8-dən 6-ını çıxıram 2, 2-dən də 1 çıxanda bu isə eləyəcək nə? Mənfi 12 deməli. Nə cür yazmağa dayanır? Bunu nətər yazdım mən? Demək, bərabərdir 9 vurulsun 10 üstü mənfi 12 joule. Görək hansı cavabdır? Aha, 16 olur A variantı. Sualımızda isə deyir ki, neytronların sayı protonların sayının neçə faiz çoxdur? Öncə neytronları tapaq. Neytronları bilirik ki, uşaqlar tapanda A'dan çıxırıq Z-i. Yəni A bizim burada 17-ni bilir. Yəni bunun kütlə ədədi 17-dir. Z isə buradakı 8-i bilir. Yəni protonların sayı 17-dən 8 çıxanda 9-dur. Yəni ki, mən tapıram buradan. Neytronlarımızın sayı 9-dur. Z-imiz də gördüyümüz gibi burada 8-dir. Aha. İndi gəlin bunun faiz hissəsini quraq. Demək uşaqlar, burada 9-a əgərlərim 100 x düşübdürsə, o zaman 8-ə burada 100% düşmüş olacaqdır. Bunda tənassübə görə biz bunu həlləsək, x-imiz bərabərdir. 9 vurulsun 100 bu eləcək 900. 900 da 8-ə böləndə bu da nə qədər eləcəkdir? Deməli, 112 tam onda 5 olacaqdır. İndi mənim tapdığım bu faiz 112 tam onda 5-dir. Və deyir ki, neytronların sayı, protonların sayı neçə faiz çoxdur? İndi biz deyirəm, 112 tam onda 5-dən çıxacaq tam 100 olan faizi. Bu da nə qədər eləcəkdir? Gördüyümüz kimi 12 tam onda 5 faiz olacaqdır. Demək, sualımızın cavabı 17-də E variantı olacaqdır. 18-ci sualda deyir ki, bu nüvəsinin rabitə enerjisi hansı ifadə təyin olacaq? Demək, uşaqlar, nüvəmizin rabitə enerjisi nəyə bərabərdir? Delta M vurulsun C kvadratıdır. Gəl delta M-i də biz buradan açaq. Delta M-in aşağı olacaq Zm proton, yəni protonların sayı vurulsun protonun kütləsi üzərinə gəlsin. Neytronların sayı vurulsun neytronun kütləsi və çıxılsın Mn. Buradakı M-in də nüvənin kütləsidir. Delta M-in aşağı bundan ibarətdir və vurulsun C-nin kvadratı. İndi gəl baxaq biz burada nə? Mənə Z lazımdır. Z burada nəyə bilir? 11-i bilir. Z-in yerinə 11 yazıram. Neytron nəyə bilir? Neytronsa A-dan Z-i çıxıram. A'mız 23'tür. Z'imiz də 11'dir. 23'dən də 11 çıxanda bu gələcək 12. Emin də heç nə eləmir. Emin verməyiblər. Yəni qiymətini mən tapa bilmərəm. Eminin qiymətini və səmidi ki, verilənlərimizin yerinə qoyuram. Mən burada Z'in yerinə də qoyuram. Demək ki, Z'in yerinə burada 11 qoyuram. Neytron da yerinə isə burada 12 qoyuram. Məsələn, görək indi hansı cavabdır? 11, 12, emin. Bir sözdə 18 olacaq D variantı. 19-cu sualda deyir ki, nüvəsinə rabitə enerjisi hansı ifadə təyin olunur? Yenə eyni düsturdur, yenə eyni testdir. Demək, uşaqlar, yenə rabitə enerjisinin düsturu dedik ki, nədir? Z, yəni protonların sayı vurulsun proton kütləsi, üzərinə gəlsin neytron vurulsun neytronun kütləsi və çıxılsın Mn, yəni nüvənin kütləsi və vurulsun
C kvadratına və salam. Burada bizə lazım olan nədir? Verilən bax bu elementə görə Z'imiz bizim burada 13'dür. Yəni protonların sayıdır. O 27 isə bizim buradakı olan nədir? Demək ki, kütlə dediyimiz. Bu bizə lazım deyil. Bizə nədir lazım olacaq? Neytronu tapmaq üçün neytron da bilirik ki, nəyə bərabərdir? A'dan çıxmalıyam Z'dir. A'mız 27'dir. Z'imiz də 13'dür. 27'dən də 13 çıxanı biləcək 14. Yəni ki, neytronlarımız ise 14 olacaqdır. İndi gəl buraya yerləşdirək. Z'imiz oldu nə qədər? Z'in yerinə qoyaq biz buradan 13. Neytron nə qədər oldu? 14 oldu. Neytronu da yerinə qoyacağım 14. Və salam görək ki, hansı cavabdır? 13, 14. Demək ki, 19 olacaqdır. 13, 14. Aha, demək 19 E variant olacaqdır. Növbəti sualımıza baxalım. Deyək ki, bu nüvəslə rabitə enerjisi Y olarsa, xüsusi rabitə enerjisi nəyə bərabər olmuş olacaqdır? Bu uşağa xüsusi rabitə enerjisinin düsturu bundan ibarətdir. Xüsusi rabitə enerjimiz bərabərdir. Nüvənin rabitə enerjisi bölünsün. Deməli, nuklona. Nuklon nədir? Buradakı bax A-nı bildirəcəkdir. Deməli, gəl yazaq. Bax, bu buradakı A-nı bildirəcək. Yəni, onun kütlədədir. A-mız nə qədərdir? 7-dir. İndi bizim rabitə enerjimiz verilmişdir. İçinə ilə Y şəklinə verir. Amma nuklonumuz da nədir? Newtonda burası 7'dir. Yəni, Y bölünsün 7. Demək, 20 olacaq B variantı. Digər sualda elə bunun əksidir deyilən 21'ə baxıram. Burada da deyir ki, belirli nüvəsi rabitə enerjisi iyi olarsa, xüsusi rabitə enerjisi nəyə bərabərdir? Aha, məşğullar, bunun xüsusi rabitə enerjisini əgər soruşursa bizdən verilmir. Gördüyümüz kimi də 9'dur. Yəni, bunun A'sı, yəni nuklonun 9'dur. Deməli, onda A-nın yerinə 9 qoyacağım. Yəni, Y bölünsün 9, o zaman 21 olacaqdır E variantı. Növbəti sualımızda 22'də isə mənə deyir ki, nüvənin bir nuklona düşən rabitə enerjisi 7 MeV olarsa, mega elektron voltdursa, nüvə rabitə enerjisi nəyə bərabər olmuş olacaq? Bu hissələrimizə fikir verir. Ümumiyyətlə, biz bilirik ki, uşaqlar, nüvənin rabitə enerjisi nəyə bərabərdir? Y bərabərdir. Demək, MC kvadratı. Bu belə, düzdürmü? İndi, mənə deyir ki, bir nuklona düşən rabitə enerjisi 7 mega elektron volt deyə əvəz etmişəm. Yəni ki, bir nuklon nədir? Bax, bu kütləni 1 ilə əvəz edib. C kvadratı bildiyimiz bizim vakuumda sürətidir, işığın sürəti. Bunu bir nuklona düşəni, bax, bunu 7 mega elektron volt əvəz edibdir. Bəs yaxşı deyir, sənə verdim, bax, bu var, helium 2-4. Bəs bunun rabitə enerjisi nəyə bərabər olacaqdır? Mən istəyəm bunu ayağına bir atım, yəni bilir ki, bu bir nuklona görə rabitə enerjimiz 7 mega elektron volt. İndi isə bunun bu hissəsinə görə baxacağım. Yəni verilərimiz də bunun kütləsi nə qədərdir? Bax, bu su. Bu A-dır, həm də kütləsi də demək 4'dür. Onda baxıram buna. Demək, bunun ayağına 4 atıram. Yəni bunu da MC kvadratı şəklində yazıram. Gördüyümüz kimi bunun da kütləsi nə qədərdir? 4'dür. 4 vursun C kvadratı. Aha. İndi biz bura nə görürük? Görürük ki, bir C kvadratı 7 mega elektron voltdursa, elə onda sanki elə bir bax, bunun bu hissəsini bir C kvadratı kimi belə qəbul elə. Burada kənara 4 qalır. 4 da 7'ye vuranda nə qədər eləyəcək? 28 mega elektron volt olacaqdır. Yəni bu sualımızın cavabı 28 olacaqdır. 23 də bunun yenə oxşarıdır. Burada da deyir ki, bu artıq bir bu nüvənin rabitə enerjisi 28 mega elektron voltdur. Bir nuklona düşən rabitə enerjisi nəyə bərabərdir? Yenə rabitə enerjimizi uşaqlar yazırıq. Bilir ki, bu nədən ibarətdir? MC kvadratdır. Buradakı M bizim kütlə dediyimizdir. Yəni 16'mızdır. Yəni M'in yerinə burada 16 yazıram. C kvadratını heç nə yazmıram, belə saxlayıram. Yəni bunu mənə verir 128 mega elektron voltda əvəz edibdir. Deyir, bəs yaxşı. Bir nuklona düşən rabitə enerjisi nədir? Uşaqlar, nuklon, yəni bunun kütləsidir. Belə yaza bilərik. Bunun da kütləsi bir nuklon, yəni 1 verir. Amma bunun kütləsini isə bizə burada nə qədər vermişdir? 16 vermişdir. Bu belə. İndi isə bu tərəfə davam edirik yazmağa. Demək, bunu MC kvadratın yerinə mən artıq buradakı, demək, kütlənin yerinə 1 yazacağım. 1 C kvadratı, yaxşı. Mən bunu nətər əvəz edeyim ki, üzrüm buradakı 16 C kvadratına gətirə bilim. Bunu belə 16'ya gətirmək üçün yuxarını da 16'ya vuraram, aşağını da 16'ya vuraram. Və mən onsuz da bunları ixtisar edəm də yenə qalacaq 1 C kvadratı. Yəni ona görə bunu bildirirəm ki, bu vəziyyətə gətirə bilim. 16 vurulsun 1, il buradan biri silək, birinin bir rolu yoxdur da, belə deyək. 16 C kvadratı. Aha, nə verir bizə? 128 verir. Məxrəcdə nə qaldı? 16 qaldı. 128 isə 16'ya böləndə eləyirmi 8 mega elektron volt? Demək, bu sualımızda cavab olacaq 8 mega elektron volt. Yəni, bu rabitə enerjimiz 8 olacaqdır. Belə. İndi biz baxırıq ki, yəqin ki, bunu düz hesapladım. Aha, yəqin ki, düz olar. Demək, indi bu sualımıza baxıram. Deyir ki, uyğunluğu müəyyən elə. Bu izotopun, demək, uşaqlar, kütlə dediyi nədir? Baxıram, kütlə dediyimiz bayaqdan mən deyirəm artıq. Bu mənim A həm nuklondur, həm kütlədədir.
və həmçinin bunu da verib 216. Deməli, kütlələrimiz getdi bura A-ya. 1 buldu A. Sonra 2-yə baxıram. Protonların sayı, burada bayaqdan mən danışıram. Protonların sayı nədir? Z-dir. Bu, buradakı olan Z-dir. Bu həm protonların sayıdır, həm elektronların sayıdır, həm də digər adı bunun yük ədədidir. Olur 84. Deməli, protonların sayı da oldu nə? 84. Sonra neytronların sayına baxıram. Neytronların da sayını tapmaq üçün A-dan Z-ə çıxmalıyım. A-mız kütlədərimiz 210. 210, Z-imiz 84'dür. 210'dan da 84'e çıxanda bu da nə qədər eləyəcəkdir? Deməli, 6 qram 2, 126 olacaq. Yəni 3 olacaq C variantı. Deməli, ABC-dən ibarət olacaq bu sualımızın cavabı. Növbəti sualımıza deyir, uyğunluq müəyyənliyi. Eyni tipli suallardır uşaqlar. Kütlələrimiz gördüyümüz kimi 238-dir, yəni 1-ə getdi A. Protonların sayı yəni Z-dir, yəni bu da getdi bura. Neytronların sayı da A-dan Z-i çıxmalıyam, yəni 238-dən 92-ni çıxmalıyam. Bu da eləyəcək 6, 13'ten 4, bu da eləyəcək 146, yəni bu da olacaq C variantı, yəni ABC variantları olacaqdır. 26-cı sualımızda da deyir, aşağı sözlərin hansı aşağısı tamamlamaq olar? Rabitə, xüsusi kütlə defekti, yük kütlədədir. Aha. Mənə verir ki, burada alüminium nüvəsinin 27 hə, bu nəyə sayılacaqdır? Kütlədədir, sayılırda düzdür. Onda bura gedəcək bunun kütlədədir. Gəl bundan yazaq. Demək bircə dəqiq biz tənzimləyək biz. Aha. Demək uşaqlar, bunun bu hissəsi 27 olan bunun kütlədədir. Bu getdi bura. Biraz da bunun qalınlıq səviyyəsini azaldıq. Aha. Belə. Sonra və deyir ki, 13 də nəyə sayılır? Bu 13 də burada Z-i sayılır. Yəni protonların sayı. Digər adı isə yük ədədir. Ona görə burada getdi 4. Belə. Deyir ki, əgər nüvənin sükunət kütləsi M nüvə, protonun kütləsi M proton, neutron kütləsi M-in işığın vaxtında yayılma sürəsi olarsa, bunun nüvəsinin fikir ver nədir? Burada böl 27-dir. Bax, biz uşaqlar demişdik ki, xüsusi rabitə enerjisi nəyə bərabərdir? Rabitə enerji bölünsün A-ya. A nə idi burada? Nuklonu bildirdi. Yəni, indi bax, bu hissəmiz bölünəcək bunun nuklonuna. Nuklon nədir? Burada 27-yə. Deməli, onda elə birbaşa heç bunu bu boyda uzun dərə yazmaqdansa, onsuz da bilir ki, bunun yuxarısı nədir? Rabitə enerjimizdir. Aşağısı nədir? 27 bunun nuklonudur. Yəni 27-ni də elə buradan ayırasaq, bu da nəyin üstün olacaqdır. Xüsusi rabitə enerjinin, yəni bax bu 2 gələcək bax bu hissəmizə. Deməli, bu da xüsusi rabitə enerjisi. Digər suala baxıram. Daha doğrusu digər şərtə baxıram. Burada da deyişik fikir ver. Bax, bunun da məxrəcində heç nə yoxdur. Yəni, yalnız bu ifadə ibarətdir. Biz də demişdik ki, uşaqlar, biri var rabitə enerjisi, bundan ibarətdir. Biri var rabitə enerjisi. Bu xüsusi rabitə enerjisidir. Amma bu isə rabitə enerjisidir. Rabitə enerjisi isə delta M C kvadratıdır. Delta M-in daşışı nədir? Z M proton üzərinə gəlinsin. Neutron vurulsun neutronun kütləsi, çıxılsın nüvənin kütləsi və bir də vurulsun Z-in kvadratını. İndi görür nə verir? Mənə burada alüminium verir. 13, 27-dən ibarətdir. Aha. Demək, uşaqlar, burada bunun Z-i nəyə bilir? 13-ü bilir. Yəni, bu Z-in yerinə mən 13 yazıram. Sonra 27 nədir? Bunun burada kütləsidir. Bunun bizə lazım olmasa da, amma neutronla əlaqəlidir. Neutronu tapanda A-dan Z-i çıxıram. A-mız 27, Z-imiz 13. 27-dən də 13 çıxanda bu deyəcək 14. Yəni, bunun hissəsi 14-dür. Deməli, bir sözlə, bu məxrəci olmayandan nədir? Bizim rabitə enerjimiz olacaq. Buna görə bu rabitə enerjimizdə gələcək, bax, bunun bu hissəsinə. Və sonra isə deyir ki, ifadəsi ilə təyin olunur. Bu da nədir? Bu da bildiyimiz bizim nə olacaq? Kütlə defektimiz olacaq. Kütlə defektimiz, yəni delta M isə sadəcə bundan ibarətdir. Yəni Z M proton üzərinə gəlsin N neutron, vurulsun neutron kütləsi və çıxılsın MN, yəni nüvənin kütləsi. Gördüyün kimi bunun da bu kütlə defektinin yanında C kvadrat yoxdur. C kvadrat rabitə enerjisindədir. Amma rabitə enerjisi bölünsün A, yəni nuklonsa bu xüsusi rabitə enerjisidir. Və salam, bu da olacağında nə? Gördüyümüz kimi bu da kütlə defekti. Kütlə defekti haradadır? Gözüm almadı. Hə, 3-dədir. Demək, cavablarımız nə olacaq bizim? 5, 4, 2, 1, 3. 54, 213. Belə. Baxaq digər suallar. Eyni tipli suallarda uşaqlar yaxşılar ki, bunu özünüz tapasınız artıq. Belə şifahi şəkildə tapa bilər, belə tez. Deyir ki, 23 nədir? 23 dedir ki, bunun buradakı kütlədədini bilir. Yəni, bax, bu 5 gələcək bura. Sonra deyir 11. 11 nəyə bilir? Bunun Z-ini burada bilir. Ya protonların sayılır, ya da yük ədədi olur. Ona görə oraya yük ədədini götürür. Deməli, tapmışıq cavab 5, 4 və sağ. İndi deyir ki, bax, bu nədir? Dedik ki, uşaqlar, xüsusi rabitə enerjisi nədir? Rabitə enerji bölünsün A-dır. A da burada nuklonların sayıdır. Yəni, nuklonların da sayı nə qədərdir burada? 23-dür. Deyirsən ki, bunu bir dansın, daha da aydın görürsün. Üzərini yazmışam belə. Aha.
Yəni bu da bizdə olacaq nə qədər? 23, yəni bölünsün 23. Bu da bölünsün 23-dürsə, bu da məlumdur, bu boyda əziyyət çəkib bunu hesablamağa ehtiyac yoxdur. 27-ni yazmaq üçün 26-ya diqqətlə baxsın. Bu hissəmizə 20 bölünsün 23-də, deməli bu xüsusi rabitə enerjisidir. Xüsusi rabitə enerjisini də gətirirəm, qoyuram bura. Demək olur belə. Sonra bu ifadəmiz də, bax uşaqlar, burada da görürsünüz S kvadratı var. Yəni məxrəcində heç nə yoxdur. Rabitə enerjisinin düsturu delta M S kvadratıdır. Delta M'in də yerinə Z M proton, üzərinə gəlsin neytron M neytron, çıxılsın M N nüvə və vurulsun S kvadratı. Gördüyümüz kimi burada olacaq nə oldu? Rabitə enerjisi, rabitə enerjisi, bu da getdi birə və bu da gördüyümüz kimi kütlə defektinə aiddir. Kütlə defektimiz isə budur. Bunun buradakı 11'i bunun z'ini bildirir. Yəni bu hissəmiz z'dir. 12 isə bunun burada neytronu bildirir. Yəni neytron nədir? A'dan z'i çıxaran, 23-dən 11'i çıxaran deyiləcəkdir. Gördüyümüz kimi buradakı 12 olacaqdır. Belə. Yəni bir sözü burada kütlə defekti olacaqdır. Ona görə kütlə defekti, bu da oldu 3. 3 də getdi. Burada cavablarımız 54, 213'dən ibarət olacaqdır. Növbəti sualımız qutardı artıq. Belə izləyicilər, yəqin ki, mənim izahlarım sizə aydındır. Əgər aydındırsa və belə videoların tez-tez olmağını istəyirsinizsə, kanala abunə olub videonu bəyənib paylaşmağınız kifayət edir. Özünüzə yaxşı baxın. Allah'a emanet olun. Hələlik.